Hello everyone. Salam herkese. Bugünkü dersimiz 6. sınıf dersliyindendir. Unit 3. Bölme 3. What a holiday. Tətil nədir? Unit goals. Bölmənin məqsədləri. Yəni bu bölmə boyunca biz nələrə nail olmalıyıqsa, onlar öncədən bizə izah olunur. Talk about things to do on holiday. Tətildə edəcəyin şeylər haqqında danış. Read about favorite holidays. Sevimli tətillər haqqında oxuyun. Listen to a podcast. Podcastı dinləyin. Learn about a road trip. Yol səyahəti haqqında öyrənin. Speak about a holiday. Tətil haqqında danışın. Focus on the key competencies. Əsas bacarıqlara fokuslanın. Yəni, bu bölümün sonuna qədər biz bu bacarıqlara yiyələnməliyik. Think, düşün. Where is the girl? Qız haradadır? Why are holidays important? Tətillər niyə görə önəmlidir? Təbii ki, hər kəs fərqli cavablar verəcək, çünki burada sizin fikriniz soruşulur. Amma qız haradadır dedikdə tətil haqqında olduğuna görə bölməmiz təbii ki, deyə bilərsiniz ki, the girl is on holiday, qız tətildədir. Daha sonra, niyə görə tətil önəmlidir bildirildikdə, siz öz fikrinizi yazacaqsınız ki, sizə görə niyə biz tətil etməliyik. Daha sonra videoya baxırıq. Say two holiday activities in the video. Videoda olan iki tətil fəaliyyətini deyin. Who goes on holiday to Virginia in the United States? Birləşmiş Ştatlarda Virginiya kim tətilə getmişdir? Təbii ki, buna da cavabını biz videoya baxdıqdan sonra qeyd edirik. Let's go on vacation. It's vacation time. Time to relax and do nothing. Or even better, time to have fun and get active. Vacations are awesome. You can spend time with your family or friends. You can try something new, like extreme sports or new food. You can visit exciting places and learn about new cultures. It doesn't matter what you do, vacations are good for you. Fresh air, exercise, some sleep, and laughter make you strong and happy. Juno and Raul are on vacation. What are they doing? Let's find out. Juno and her family are in Virginia on the east coast of the United States. They are kayaking on the river. Juno loves being on the water. It's quiet and relaxing. And she loves seeing birds like herons, golden eagles, and ducks. Raul and his sister Anna are on safari in South Africa. It's amazing. What animals do you think they see? That's right. Lions, elephants, and giraffes. And they're learning about animal footprints. Do you know that the footprint of an elephant can show you how old the elephant is? What about you? When's your next vacation? Burada iki fəaliyyətin adının səsləndirilməsi istənilsə də, mən orada bütün fəaliyyətlərin adını qeyd etmişəm. Siz ikisini desəz də kifayətdir. Extreme sport, try new food, visit exciting places, learn about new cultures, seeing animals. Yəni idmanlar etmək, yeni yeməklər dadmaq, həyəcan verici yerlərə baş çəkmək, mədəniyyət və heyvanlar haqqında öyrənmək. İkinci sualımız, kim Birləşmiş Ştatlarda Virginiya tətilə getmişdi? Təbii ki, Juno və onun ailəsi deyə yaza bilərsiniz. Keçirik növbəti səhifəyə. Vocabulary in context. Məzmuna uyğun sözlər. İlk öncə sözlərimizə nəzər salaq, daha sonra tapşırıqları işləyək. Amusement park, əyləncə parkı. Beach, çimərlik. Camping, düşərgə, düşərgə qurma. Countryside, kənd.
Historic center, tarixi yer, mərkəz. Museum, muzey. Sightseeing, görməli yerlər. Street market, küçə bazarı, market kimi də tərcümə olunur. On holiday, tətildə. Exercise 1, tapşırıq 1. Read a part of holiday survey. Tətil sorğusunun bir hissəsini oxuyun. Name images 1-8 with the words phrase in bold. Qarayla yazılmış söz və ifadələri şəkillərlə uyğunlaşdırın. Then listen, check and repeat. Daha sonra dinləyin, yoxlayın və təkrar edin. İlk öncə burada bizə tapşırıq verilib, onu edək, daha sonra şəkillərlə uyğunlaşdıraq. What's your holiday style? Nə formada tətildə üstünlük verirsiniz? Yəni, tətil formanız necədir sizin? What do you like doing on holiday best? Tətildə ən çox nə etməyi sevirsiniz? Playing video games at home. Evdə video oyunları oynamaq. Having fun at the beach. Çimərlikdə əylənmək. Camping in the countryside. Kənddə düşərgə qurmaq. Sightseeing in a big city. Şəhərdə, yəni böyük şəhərdə görməli yerlərə getmək. Yəni hansına daha çox üstünlük verirsinizsə, onları tirkləyəcəksiniz. Daha sonra 2-yə baxırıq. You have only one day in a big city. Böyük bir şəhərdə yalnız bir gününüz var. Where do you go? Hara gedirsiniz? An amusement park, əyləncə parkına. An art museum, muzeyə, yəni incəsənət muzeyinə. The historic center, tarixi yerə. The local street market, yerli küçə bazarlarına. Hansına getməyə üstünlük verərsinizsə, onu tirkləyəcəksiniz təbii ki. Daha sonra biz baxırıq şəkillərlə sözlərin uyğunlaşması. Buradakı sözlərdən seçəcəyik uşaqlar, bizə burada lüğətdə verilən sözlərdən istifadə edəcəyik. Birinci şəklimizə baxırıq, çimərlik görürük, olacaq beach. İkinci şəkildə biz əyləncə parkı görürük, olacaq amusement park. Daha sonra biz kənd yeri görürük, olacaq countryside. 4-ə baxırıq, olacaq historic center, yəni tarixi yer. 5-də olacaq muzey görürük, museum. 6-da olacaq görməli yerlər, sightseeing. 7-də olacaq düşərgə görürük, camping. Və 8-də olacaq street market, küçə bazarı, küçə marketi. Bu formada sözləri yerləşdirəcəyik. İndi isə gəlin, dinləyək. 1. Beach. 2. Amusement park. 3. Country. 4. Historic center. 5. Museum. 6. Sightseeing. 7. Camping. 8. Street market. Beləliklə, cavablarımızın doğru olduğunda görürük. Sizə rahat olması üçün mən sağ tərəfdə qeyd etmişəm aybününü. Exercise 2, tapşırıq 2. Work in pairs. Cütlərlə işləyin. Ask and answer questions 1 and 2 in the survey. Birinci və ikinci sualışın və cavablandırın. Özünüzə uyğun formada uşaqlar suallar verib cavablandıracaqsınız. Keçin növbəti tapşırığa. Exercise 3, tapşırıq 3. Write the correct words phrase for the icons on the map. Xəritənin üzərində olan ikonlara uyğun formada sözləri seçib yazacağıq. Bizə verilən sözlər amusement park, əyləncə parkı, beach, çimərlik, camping, düşərgə, countryside, kənd, historic center, tarixi yer, museum, muzey, sightseeing, görməli yer, street market, küçə bazarı. Bunları biz şəkilləri uyğun formada qeyd edəcəyik. Places, yerlər. Birinci şəkil museum. İkinci, sağ tərəfdə rahat olması üçün qeyd etmişəm, historic center, yəni tarixi yer. 3-də amusement park. 4-də beach, yəni çimərlik. 5-də countryside, kənd. 6. Camping, düşərgə. 7. Sightseeing, görməli yer. 8. Street market, yəni küçə bazarının şəkilləri uyğun formada qeyd edirsiniz. 4-ə baxırıq. Complete activities 5 and 6 with your own ideas.
5 və ya 6 fəaliyyəti öz fikirlərinizə uyğun formada tamamlayacaqsınız. Tick the count with your options. Yəni özünüzə uyğun formada uşaqlar sütuna qeyd edəcəksiniz. I love sevirəm, I like xoşlayıram, I don't like xoşlamıram. Buradakı fəaliyyətləri bu formada qeyd edəcəksiniz. Mən nümunə olaraq sağ tərəfdə qeyd etmişəm. Təbii ki, siz bunu fərqli olaraq da yaza bilərsiniz. I love visiting museums. Muzeylərə getməyi sevirəm. I like swimming. Üzməyi xoşlayıram. I don't like playing video game. Yəni video oyunları sevmirəm. Siz də buradakı fəaliyyətlərin özünüzə uyğun formada qeyd edəcəksiniz. Daha sonra use it, istifadə et. Work in pairs, cütlərlə işləyin. Share your options from the table in exercise 4. Yəni öz fikirlərinizi 4-dəki olan cədvəldəki fikirlər kimi paylaşacaqsınız. Yoldaşınızla bunu müzakirə edə bilərsiniz. Mən bunu sevirəm, bunu sevmirəm, bunu xoşlayıram formasında. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib, abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.